içindən ilhamlanaraq yaratmışsınız. Həyatınızda belə xarakterli biri varmı? Hə, bu obrazı mənim kiçik qızım. Toki. Toki əslində orada psixologdur. Çünki o, görürsünüz, orada öyrədir ona, Kukuya öyrədir ki, necə öz qorxusunun öhdəsindən gəlsin. Və onun kimi insanlar həyatında var. Konkret hansısa bir insanı nəzərdə tutub Toki obrazı yaranmır. Amma düşünürəm ki, hər bir insan həyatında elə Toki kimi biri olmalıdır. Ona bəzən doğru yolu göstərməyə düşünürəm. Və hər birimizin həmişə kimisə tövsiyəsinə, doğru yol göstərməsinə, təsəlli verməsinə ehtiyacımız var. Bax, siz kitabı oxuyanda görürsünüz, Buku bayquşdan kömək istəyir, yarasadan kömək istəyir, yenotdan kömək istəyir. Amma onların heç birindən eşitmək istədiyi şeyi eşitmir. Onlar ona kömək edə bilmirlər. Onu eşitmək istəmədiyi şeyi. Biri deyir ki, yekə oğlandır, nədən qorxursan? Yəni, eşitmək istədiyini eşitmir əslində. Amma Toki'dən isə o istədiyi həm təsəllini alır, həm dəstəyi alır. Və hər birimizin həyatında arzu edirəm ki, elə insanlar olsun ki, onların həmişə elə dostlar olsun ki, onlar bizə yeri gələndə dəstək olsunlar, təsəlli versinlər, yeri gələndə də doğru məsləhətlər versinlər.